Dövlət qurumlarının marketinq fəaliyyətinin köklü şəkildə qurulmasına, o cümlədən dövlət xidmətlərinin satışının həyata keçirilməsinə ciddi ehtiyac yaranıb. Lakin bu fəaliyyət bir neçə press-relizdən ibarət olmamalıdır. Bu fikirlər ilk dəfə keçirilən Azərbaycan marketinq zirvəsində səsləndirilib. Tədbirin məqsədi Azərbaycan və Qafqaz regionundan olan marketinq mütəxəssisləri, sənaye ekspertləri və düşüncə liderlərini bir araya gətirmək, yaranan tendensiyaları müzakirə etməkdir. Zirvədə keçmiş təcrübələrimizə arxalanaq, yeniliklər tətbiq edərək inkişaf edək və rəqəmsallaşan dünya ilə ayaqlaşaq adlı panellərdə müxtəlif ekspertlərin çıxışları dinlənilib və iştirakçıların sualları cavablandırılıb. Kommunikasiya, PR strukturlarının hədəfi onun satışı deyil. PR strukturlarının hədəfi o məlumatı istehlakçıya çatdırmaqdır. Amma o xidmətin istehlakçıya satışı ilə hesab edirəm ki, müasir mənada marketinq mütəxəssisləri, marketinq struktur bölmələri məşğul olmalıdır və hal-hazırda biz o mərhələdəyik, o dövrdəyik ki, dövlət qurumlarında biz bu prosesləri çox ciddi şəkildə qurmalıyıq.